Qarşıdan abituriyentlərin qəbul imtahanı gəlir. Peşə təhsili alan və bir sənət sahibi olanların qazancı bəzən ali təhsilli şəxslərdən də yüksək olur, amma cəmiyyətdə hələ də diplomsuz gələcək olmaz düşüncəsi hökm sürür. İndiki reallıqlar isə tam əksini deyir. Şahid oldum ki, sırf peşədə diplom şərt deyil. Diplom alıb evdə saxlamaqla deyil. 500 min manat civarında qazanmaq olar. İnanın ki, 10 ildən təcrübələnən, 20 illik təcrübəli qədər 2000-dən, 3000-dən və hətta can qoysaz, siz 4000-dən çox manat qazana bilərsiniz aylıq. Ətrafımızda minlərlə insan var ki, ali təhsil almadan peşə olaraq da öz yerini tapıb, qazancını sabitləyib. Bu sənət sahiblərindən biri də bu bərbərdir. Peşə təhsili alıb, indi isə qazancı bir çox ali təhsili gəncdən daha çoxdur. Məsələn, mən 27 il təcrübədəyəm. Tək bərbərlik yox, sahibkarlıq da başladım eləməyə. Və mənim qazancım əlbəttə 2 qat artdı. Universitet oxumaq bəziləri üçün hədəf, bəziləri üçünsə sadəcə bir məcburiyyətdir. Bugün elə insanlar var ki, diplomları yoxdur, lakin bank hesabları doludur. Biri bərbərdir, biri aşpaz, biri dərzi.